Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdahu və salatu və salamu alə mən la nəbiyyə bə'də əmmə bə'd. Davam edirik İbn Qayyim rahimehullahın Tariqul Hicretin adlı kitabından müşriklərin övladları barəsində olan bəhsi. Və qaldıq 7-ci rəydə. El-Məzhəbü Səbi' 7-ci rəy. Odur ki, ənə hukməhum hukmə əbəihim fid-dunya vəl-əxirə. Fələ yufraduna anhum bi hukmin fid-dareyn. 7-ci rəy odur ki, müşriklərin övladlarının hökmü onların atalarının hökmüdür, həm dünyada, həm axirətdə. Yəni iki diyar arasında ayrı-ayrılıqda bir hökmləri yoxdur. Yəni tabidirlər həm dünyada, həm də axirətdə. Fəkəmə hum minhum fid-dunya fəhum minhum fil-əxirə. Necə ki, dünyada onlardan sayılırdılar, eləcə də axirətdə onlardan sayılacaqlar yəni. Yəni, وَالْفَرْقُ بَيْنَ هَذَا الْمَذْهَبِ وَمِنْ مَذْهَبِ مَنْ يَقُولُهُمْ فِي النَّارِ. Və bu görüşlə, bundan qabaqki görüş hansılar ki, deyirdilər, onlar oddadır, aralarındakı fərq nədir? أَنَّ صَاحِبَ هَذَا الْمَذْهَبِ يَجْعَلُهُ مَعَهُمْ تَبَعًا لَهُمْ. Yəni, bu görüş sahibi deyir ki, onlar yəni tabi olaraq atalarındandır. Yəni, onlardan sayılır, hökmü ondandır. Ondan qabaqçılarsa, qabaqki rəydə isə deyilir ki, onlar oddadılar. Yəni, ataları müşrik olduğu üçün onlar oddadılar. Burada da həmin şey deyilir, bənzərdir də, yəni. Hə? Amma fərq nədir? Fərq ondadır ki, burada deyir ki, tabidirlər hökmünə. Yəni, bir müşrik İslamı qəbul edirsə, misal üçün, övladı ölüb müşrik vaxtı, İslamı qəbul edirsə, tabi olur övlad bu hökmə. Yəni, bunun üzərində ölür də, yəni İslam üzərində ölür. Və övlad da bundan sayılır. Yox, əgər əksinə, yəni bir müsəlman övladı ölürsə, dindən dönürsə, yəni İslam vaxtı ölür də, dindən dönürsə, tabi olur buna, bu halda. Yəni, tabiçilik bu mənada. Aydındır. Ona gördür ki, hətta ləv əsləməl əbəvani bədə məvti ətfəlihimə, hətta deyir, övladlar yəni övlad öləndən sonra valideyn deyir, İslamı qəbul edərsə, ləm yuhkəm li əfratihim bin nəri və yəni onlara deyir, cəhənnəm hökmü verilmir. Bəxt dediyimiz kimi. Və sahibul qavlil əxir yəqul, digər görüşün sahibi isə nə deyir? Onlar deyir, yəni oddadılar, çünki müsəlman deyirlər. Hə? Çünki valideyn müsəlman deyil, ona görə. Yəni, tabi olaraq deyil də, yəni. Çünki bunlar, yəni, valideyn müsəlman deyirlər deyə, bu da müsəlman sayılmır. Dünya əhkamları bunun kafir əhkamlarıdır, yəni uşağın. Yəni, kafirə olunan əhkamlardır. Yəni, cənazə qılınmır və s. bu kimi şeylər. Axirətdə də tabidir. Axirətdə də həmçinin. وَهَوْلَا يَحْتَجُونَ بِحَدِيث عَيْشَةَ الَّذِي تَقَدَّمَ ذِكْرُهُ. Və bunlar da həmçinin yuxarıda keçən, yəni Ayşə radiyallahu anhanın hədisini gətirirlər dəlil olaraq, necə ki, yuxarıda keçmişdi bundan qabaqki mövzularda. وَاحْتَجُ بِمَا فِي صَحِحَيْنِ. Həmçinin Səhih Buxari Müslimdə keçən Sa'b ibn Cüssamədən rəvayət olunan ki, Allah Resulü sallallahu aleyhi ve sellem soruşulur. Ən əhli dəri minəl müşrikin yebitun və yusibuna min nisəyin və zərarihim. Yəni, müşriklər diyarından soruşulur ki, onlar yəni başlarına bir müsibət gələr, ümumiyyətlə, yəni bir fəlakət gələr və orada deyir, qadınları da və zürriyyəti də, yəni övladları da var. Yəni, bəs onlar necə olacaq? Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, hum minhum. Yəni, müşrik başa düşdük, bəs bunlar necə olacaq? Onlar da deyir, onlardandır. Peyğəmbər sallallahu əleyhi və səlləm cavab verir. Və bir çox hədislər qabaqda keçmişdi. Həmçinin İbn Məsuddan gələn hədis keçmişdi ki, Əl-vaidə vəl-muudə finnər. Yəni, diri-diri bastıran da və bastırılan da hər ikisi oddadır. Və həzi yədullu alə ənəhə kənət finnər təbəən. Və bu da dəlalət edir ki, o deyir, tabi olaraq deyir, bastırılan, hələ bir ki, bastırana tabi olaraq cəhənnəmdədir. Həmçinin Allah Taala'nın bu ayəsi
وَالَّذ۪ينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَ بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَا أَلَتْنَاهُمْ مِنْ عَمَلِهِمْ مِنْ شَيْءٍ كُلُّ امْرِئٍ بِمَا كَسَبَ رَهِينٌ. Allah Teala Tur surəsi 21-ci ayədə buyurur ki, o kəslər ki, iman etdilər və onların zürriyyəti iman üzrə onlara tabi oldu. İman üzrə onlara tabi oldu. Əl-həqnə bihim zürriyyətəhum. O zürriyyətlərini biz onlara yetişdirəcəyik. Və mə ələtnəhum min əməlihim şey. Və onların da heç bir əməlindəndir, heç nə boşa çıxmayacaq. Və sonra deyir Allah Teala ki, kullu mri'in bimə kəsəbə rahin. Və hər bir kəs özdür etdikinin girovudur. فهذا يدل على أن اتباع الذرية لآبائهم ونجاتهم إنما كان إكراما لآبائهم وزيادة في ثوابهم. Bu da ayə dəlalət edir ona ki, zürriyyətin öz atalarına tabi olması, yəni övladların öz atalarına tabi olması və qurtulması İnnəmə kənə ikramən li əbəyhim. Bu dir atalarına bir ikram olaraqdır yalnız və onların savabını artırmaq üçündür. وَأَنَّ الْاِتِّبَاءِ اِنَّمَا يَسْتَحَقُّ بِالْاِيمَانِ الْاَبَى. İttiba isə deyir, layiq görülür, yəni tabiçilik layiq görülür atalarının imanına görə. وَاِنَّمَا اِنْتَفَى الْاِيمَانِ الْاَبَى اِنْتِفَى اِتِّبَى نِجَت. Və nə vaxt ki deyir, o iman olmur atalarında, nicat, qurtuluşdur, tabiçiliyi də o cürdən nə olur? Bitmiş olur. Yerdə qalır nə? Əzaba ittiba etmək. Yəni, əzab etsə ataları, bu da əzaba ittibədir. Və bunu təfsir edən söz, Peyğəmbər s.ə.v bu sözüdür. Hum minhum. Hədisdə bayaq keçdiyi, onlar deyir, atalarındandır. Onlardan sayılır, yəni. Və ucibə ənil hücəci həvlə və bunların dəlillərinə cavab olaraq deyilir. Ayşə radiyallahu anhın hədisinə gəldikdə, onlar oddadılar. Bunun zəifliyidir, qabaqda keçmişdi. Qaldı ki, bu hədisə hum minhum, min əbəyhim, onlar atalarından sayılır və digər, yəni yuxarıda zikr olunan hədislər kimi bunlara gəldikdə və həzə musrahum bihi fi hədis Əs-Sa'd vəl-Əsvad, yəni Sa'bla Əsvadın hədisində keçən, yəni bu mövzu deyir kimlərə aiddir? Cihad edəndə, kimlərlənsə döyüşəndə, yəni onların övladları, onların qadınları arada ölürlərsə, hədis deyir, yəni bunu bildirir. Burada da deyir, yəni söhbət dünya əhkamlarından gedir. Dünya əhkamlarında, yəni onların müamiləsindən gedir. Yəni onlar tabidirlər öz atalarına dünya əhkamlarında. Axirət əhkamlarına gəldikdə isə yəni odda girib-girməmək, buna adiyyəti yoxdur. Və Peyğəmbər s.ə.v deyir ki, hum min əbəyhim və ləm yəqul hum məəhum. Və necə ki, Allah Rəsulü s.ə.v orada qeyd edir ki, onlar deyir, atalarındandır. Yəni, onlardan sayılır və demədi ki, onlar ataları ilə birgədir. Aydındır. Atalarındandır nədir? Yəni, ayırdı bu iki şeyin arasında fərq qoydu. Çünki atalarındandır deyəndə miras verməkdə, cənazəsində, qan baxasında, nəsəbində bu kimi şeylərə aiddir. Aydındır. Ataları ilə bərabərdir. O deməkdir ki, yəni onlarla bir yerdə əzab çəkir. Aydındır bu fərq. Və qeyru zəlik minəl əhkamil ilət. Və digər, yəni mövlud əhkamları da hamısı dünya əhkamları daxildir buna. Yəni miras verməkdir, yəni və yaxud sadaladığım şeylər. Lakin qaldı ki, cəzaya Allah Teala deyir, yəni gözəli deyir, pisdəndir, necə ki çıxartmır, kafiri də deyir, mömindən elə çıxardır. Yəni o kafirdən mömin də yetişə bilərdi. Yəni aydındır bu. Və mə hədis İbn Məsud fəleysə fihi ənə həzə hukm kulli vahid minəl atfəl müşrikin. İbn Məsudun hədisində isə, yəni burada bütün müşriklərin övladlarının qəsdi keçmir. İnnəmə yedullə alə ənə bədəl atfəlihim finnər. Yəni o hədisdə keçən odur ki, bəzi deyir müşriklərin övladları bəli, ola bilər oddadır. Və ənə min həzəl cins həmçinin bu cinsə aiddir. Yəni diri-diri bastırılanlar da necə ki o hədisdə keçir. Kimlər ki cəhənnəmə girəcəklər. Lakin o
o anlama gəlmir ki, diri-diri bastırılan o səbəbdən girəcək cəhənnəmə. Diri-diri bastırılmağına görə. Yəni diri-diri, necə ki hədisdə keçir ki, diri-diri bastıran və diri-diri bastırılan hər ikisi cəhənnəmdədir. Yəni bastıran aydındır, yəni bu müşrikdir. Bəs bastırılan niyə? Bastırılması vəsfinə görə girməyib cəhənnəmə. Başqa bir səbəbdən girib. Sadəcə bir çox bastırılanlar, qabaqda gələcək onun izahı, imtahandan keçməyib girir cəhənnəmə. Aydındır. Ona görə yox ki, yəni diri-diri bastırılıb. Yəni bu günah deyil öz-özlüyündə. Yəni səbəb də deyil cəhənnəmə girmək. وَلَكِنْ كَوْنُهُ مَوْعُودَةً لَا يَرُدُّ عَنْهَا النَّارَ إِذَا اسْتَحَقَّتْهَا بِسَبَبٍ. Lakin onun diri-diri bastırılması diri-diri bastırılmasının, yəni elə bir kəsin oda girməsi deyir. O demək deyil ki, yəni bu layiq görülməyib. Bu başqa səbəbdən ola bilsin layiq görülsün. Yəni səbəbi bu deyil. Və əhsən min həzə ən yuqal hiyə finnər mə ləm yücəd səbəb yəmnə'u min duxulihə ən-nara kəmə sənəzkuruhu inşallah. Yəni burada ən gözəl cavab odur ki, ən gözəl cavab o olardır ki, heç bir səbəb onun cəhənnəmə girməsinə bir səbəb olmadığı üçün valideyninə tabi olaraq cəhənnəmə girib. Yəni ona görə yox ki, diri-diri bastırılıb. Aydındır. Lakin inşallah qabaqda gələcək, yəni səbəbi, əsl səbəbi. Və sonra deyir ki, gələndə ki bu ayəyə وَمَا قَوْلُهُ تَعَالَى gələndə bu ayəyə ki, gətirdikləri dəlil kimi Tur surəsi 21-ci ayənin gətirdikləri وَالَّذِينَ آمَنُوا وَاتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُمْ بِإِيمَانٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ bu ayəyə gəldikdə ki, yəni iman edib və onların övladları, zürriyyəti iman üzrə onlara tabi olanlar, bizdir onların övladlarını onlara yetişdirəcəyik. Yəni cənnətdə. Fəhəzil ayət tədullu alə ənəllah subhanahu yulhiqu zurriyyətəl müminin bihim fil cənnə. Bu ayə dəlalət edir nəyə? Dəlalət edir ona ki, möminlərin zürriyyəti atalarına yetişdiriləcək cənnətdə. Fəinnəhum yəkununu məhum fi dərəcətihim. Onlar dərəcədə eyni olacaqlar cənnətdə. Və mə həzə fələ yətəvəhhəmu nuzul əbə ilə dərəcəti zurriyyə ki, bildirilməsin ki, yəni o şübhəyə düşməyəsən ki, birdən yəni eyni dərəcədə olması o deməkdir ki, ata düşəcək, yəni övladın dərəcəsinə. Yəni bu ağlıva gəlməsin deyə Allah Taala orada nə deyir? Finnallah ləm yəlithum ey ləm yanqushum min amalihim min şey. Allah Taala dalıcan bildirir ki, lakin onların əməllərindən heç bir şey naqisləşməyəcək. Yəni onların dərəcəsindən heç nə naqisləşməyəcək. Əksinə, yəni deyəndə ki, iman edənlər və ona tabi olan zürriyyət, iman üzəri, ona tabi olan zürriyyət, Allah Taala bunları qovuşduracaq. Burada nə başa düşülür? Başa düşülə bilər ki, onlar aşağı dərəcəyə düşə bilərlər. Düzdür? O elə başa düşülməsin deyə ayənin dalınca nə gəlir? Ki, Allah Taala onların əməllərini heç nə naqisləşdirməyəcək. Yəni, dərəcə ancaq qalxacaq da, düşmək söhbəti yoxdur. Aydındır bu. Bəl rafə'ə zürriyyətəhum ilə dərəcətihim mə təvaffuru ucurul əbəy aleyhim. Əksinə deyir, Allah Taala deyir, zürriyyətini qaldıracaq ataların dərəcəsinə, onların deyir, əməllərindən heç nə naqisləşdirməyərək. وَلَمَّا كَانَ إِلْحَاقُ الذُّرِّيَّةِ بِالْآبَاءِ فِي دَرَجَةٍ إِنَّمَا هُوَ بِحُكْمِ التَّبَعِيَّةِ. Lakin bu ayədə yenə də davam edir. Yenə də şək, şübhə doğurmasın ki, bəs övlad ataya təbəiyyə yolu, tabiçilik yolu ilə hökm kəsildi. Yəni bu zənn yaranmasın insanda ki, bəs bu cəhənnəm əhlinə də aiddir. Allah Taala dalıca nə deyir? Allah Taala dalıca deyir ki, kullu mri'in bimə kəsəbə rahin. Lakin deyir, hər bir kəs öz etdiyinin girovudur. Yəni bu kafirlərə aid deyil. Kafirlərin cəzası övladlarla tabe deyil atalarına. Hər bir kəs çünki öz etdiyinin girovudur. O da heç nə etməyib. Aydındır? Və Allah Taala burada zənn yaranmasın ki, bu müşriklərin övladlarına da aiddir tabeçilik öz atalarına. Bu sözü deyir burada.
Hər bir kəs öz etdiyinin girovudur. Yəni etdiyinin. Övladsa bunu etməyib, öz etdiyini, yəni öz etdiyini nəzərdə tutulur, atalarının etdiyi yox. Və təəmməl qavluhu təala vəllezina amanu vettəba'atuhum zurriyyətuhum biimanin. Sonra düşündür bu ayəni, bu ayə barəsində düşün, Allah Taala'nın bu ayəsi barəsində. Vəllezina amanu vettəba'atuhum zurriyyətuhum biimanin. Allah Taala burada buyurur ki, o kəslər ki iman etdilər və onlara iman üzrə tabe olan zürriyyət. Allah Taala burada yəni nə edir? Şərt qoyur. Nədir burada şərt? Deyir ki, keyfə ətə bil vavil atifə fi ittiba zurriyə, yəni bu qrammatik qayda var burada. Yəni vavul atf gəlir orada, yəni birləşdirici vav və sözü yəni. Fi ittiba zurriyə ca'alal xəbərə anil mu'minin ellezina haza şa'nuhum feca'alal xəbər mustahiqan bi əmrin. Və xəbəri bağlayır iki şərtə. Birincisi odur ki, yəni bu məsələ baş tutsun deyə iki şərti var bunun. Birinci şərti odur ki, ataları iman etməlidir. Düzdür? İkinci şərti odur ki, zürriyyəti də iman etməlidir. Onda deyir, yəni bu baş tutacaq. Aydındır? Yəni ata iman edib, zürriyyət iman etməyibsə, yəni zürriyyət ataya qovuşmur bu halda. Ona görə ayədə keçir, nə cür nə? Ellezina amanu vetteba'atuhum. İman edənlər və onlara deyir tabe olan zürriyyət iman üzrə. Aydındır? Yəni atanın imanı olmalıdır və zürriyyətin imanı olmalıdır ki, bu proses baş tutsun. Aydındır bu? Ona görə deyir ki, bu deyir, yəni bu şərtə bağlıdır. Hər bir kəsə deyir aid deyil yəni. Və ləhəzə yəxrucu mə ravahu Muslim fi sahihi an Ayşə radiyallahu anha qalet ətə ən-nəbi sallallahu aleyhi ve sellem səbi minəl ansar. Bununla yanaşı deyir Müslimdə keçən rivayət var ki, Ayşə radiyallahu anhadan ki, Utiyən Nəbi sallallahu aleyhi ve sellem bisəbiyin minəl ansar. Peyğəmbər sallallahu aleyhi ve sellem yanına ənsarlardan bir körpə gətirilir. Yəni ölmüşdə. Fəqultu ya Rasulallah. Və mən də dedim ki, ey Allahın elçisi, tubə li həzə ləm ya'məl şərran və ləm yudrihi bihi. Deyir, tubə olsun, yəni cənnət olsun, o uşağa ki, bu uşağa da, yəni ənsarlardan kimisə övladına ki, heç bir şər etməmişdir və onun heç dərk də etməmişdir. Ona yetişməmişdir. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, "Əv qeyru zəlik ya Ayşə, bəlkə başqa bir şeydir, ey Ayşə. İnnallah xalaqal cənnətə və xalaqa ləhə əhlən." Çünki deyir, Allah deyir, cənnəti yaradıb və onun üçün onun əhlini yaradıb. Və xalaqəhə ləhum və hum fi aslabi əbəyhim və o cənnət üçün onları yaradıb. Onlar isə atalarının hələ belində idilər. Və eyni də deyir, Allah Taala deyir, cəhənnəmi yaradıb və onun əhlini də yaradıb və onları cəhənnəm üçün yaradıb, halbuki onlar deyir, atalarının belində idi. Bu hədis nəyə dəlalət edir? Fəhəzə əl-hədis yədullu alə ənəhu la yushhad likulli tiflin min ətfəlil müminin bil cənnət. Bu deyir, hədis dəlalət edir ki, hər müminin deyir, uşağına cənnət hökmü verilməz. Yəni bu şahidlik verilməz. Fin utliqa aləl-ətfəlil müminin bil cənnət. Yəni bu hökm verilməz, baxmayaraq ki, bütün ümumi olaraq biz deyirik ki, möminlərin uşaqları cənnətdədir. Aydındır. Ümumi olaraq bunu deyirsən. Və in utliqa aləl-ətfəlil müminin fil cənnə ennəhum fil cənnə lakinə şəhədə lil müəyyən mumtəniyə. Yəni əgər ümumi formada deyirsənsə, hə, möminlərin uşaqları cənnətdədir, lakin müəyyən bir kəsə şəhadət etmək bunu bu icazəli deyil. Necə ki, bir möminə mütləq şəkildə, yəni cənnətlik demək olmadığı kimi. Aydındır bu. Burada da həmçinin müəyyən bir uşağa, müsəlmanların uşaqlarına, yəni bu cürünə şahidlik etmək olmaz. Fəhəzə vəşhül hədis, ona görə də yəni bu hədisdə məna budur. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm demədi ki, yəni onlar atalarına tabedir yoxsa yox, yəni sadəcə yəni cənnət əhlindən olan. Biz bilirik ki, yəni müsəlmanların uşaqları ümumi olaraq cənnətdədir. Amma müəyyən bir uşağa onu demək olmaz. Yəni hədisin mənası budur. Hədisin mənası o deyil ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qoymadı deyəsən ki, yəni bu cənnətlikdir yoxsa yox. Aydındır?
Və həzə vəsfül hədis əlləzi yüşkül alə kəsir minən-nəs. Bu hədisin deyir başa düşməz tərzidir. Necə ki bir çox insanlara bu müşkil törədir. Və İmam Əhməd də buna rədd olaraq deyir ki, lə yəsih, yəni bu doğru deyil bu cür nə demək ki, yəni mütləq şəkildə. Yoxsa ki deyir, kim şəkk edir ki, müsəlmanların övladı cənnətdədir. Heç kəs buna şəkk etmir. Lakin müəyyən bir kəsə bunu şahidlik etmək olmaz. Və sonda gəlir 8-ci rəy. 8-ci rəydə deyir ki, Ennəhum yəmtəhinuna fi arasatil qiyamə və yursəl iləyhim hunəkə rasulun və ilə kulli mən ləm təbluhu dəvə. Onlar deyir, qiyamət düzənliyində imtihan olunacaqlar. Bu 8-ci rəydir, yəni uşaqlar imtihan olunacaqlar. Yəni müşriklərin övladlarından söhbət gedir. Və yursəlu iləyhim hunəkə rasul. Və orada onlar üçün bir rəsul göndəriləcək ki, ilə kulli mən ləm təbluhu dəvə. Yəni kimə ki dəvət çatmayıb, hamısına. Kimə ki dəvət çatmayıb, hamısına göndəriləcək. Fəmən ətə'ər rasul dəxələl cənnə və mən əsahu dəxələn nər. Ədxələhunnar. Və kim deyir, yəni Rəsula itaət edəcəksə cənnətə girəcək, kim ona asi olacaqsa o da girəcək və yaxud o da daxil edəcək onu. Və ləhəzə fəyəkunu bəduhum fil cənnə və bəduhum finnər. Və beləliklə deyir, onların bəziləri cənnətə düşüb, bəziləri oda düşəcək. Yəni müşriklərin övladları da həmçinin. Və bihəzə yətəəlləfu şəmlül ədillə kullihə. Və bununla bütün o gətirilən hər rəy tərəfindən gətirilən dəlilləri burada deyir, nə edə bilirik? Cəm edə bilirik, bir araya gətirə bilirik. Və tətəvafəqu əl-hədis və yəkun məlumullahi azza və cəl əlləzi əhələ aleyhi nəbi sallallahu aleyhi və səlləm heysi yəqul. Və həmçinin burada deyir, Allahın məlumu, yəni edilən bir şey məlumudur. Allahın elmi var, Allah qabaqcadan bilir nə olacaq və məlum var, hansı ki ediləcək artıq, olunacaq. Yəni olayın özü də, yəni aydındır. Var Allahın elmi, biliyi, var Allah nəzərdə tutduğu olay, hansı ki olacaq. Və Allahın bu olayı da, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm buna işarə etmişdir ki, nə işarə etmişdir ki, Allahu a'lemu bimə kanu amilin. Allah daha yaxşı bilir, onlar yaşasaydı nə edəcəkdilər. Bu söz ki yox idi, qabaqki hədislərdə keçmişdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm buna işarə etmişdi ki, onlar əməl etməyiblər dünyada, amma Allah daha yaxşı bilir, onlar yaşasaydı nə edəcəkdilər və onun üçün də rəsul göndərib onları imtahana çəkəcək və onlar onu edəcəklər. Nə etməli idilərsə onu edəcəklər. Bu olaydır, aydındır. Peyğəmbər sallallahu əleyhi və səlləm o olaya hələ bir ki işarə verib burada. Yazharu heyni izin və yaqav savab və iqab. O zaman deyir, həmin o Peyğəmbər sallallahu əleyhi və səlləmin, yəni o olaya işarəsi deyir, burada aşkara çıxır və deyir, yəni savabla cəza ortalığa çıxır. Hansı ki artıq bilinən bir şey olur insanlar üçün. Təkcə ancaq yəni Allahın elmində yox. Və yakun Nəbi sallallahu aleyhi və səlləm qad radda cavabəhum ilə ilmillahi fihim və beləliklə deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdir, o hədisdədir, onların cavabını qaytarır Allahın elminə. Onlara isə cəza və yaxud mükafat kesilməsini isə qaytarır Allahın olayına. Yəni elminə qaytarır, yəni bilinmir hal-hazırda nədir vəziyyət, bunlar nə edəcəklər və olaya qaytarır, haçan ki, yəni onlara imtihan olunacaq, əməl edəcəklər, kim hara gedəcək, yəni orada bilinəcək. Yəni xülasə, yəni hədisin mənası budur. Aydındır bu. Və qad cəə bizəliklə əsər kəsir və bu barədə də bir çoxdur əsərlər gəlir, bir-birlərini deyir, yəni gücləndirən. Fəmin həmə ravahu İmam Əhməd, onlardan biri İmam Əhməd rəvayət etdiyi öz musnadında, həmçinin Bəzzar da səhih sənədlə və İmam Əhməd deyir ki, yəni gətirir bu rəvayəti, deyir ki, Əsvad ibn Səri ravidən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdu: "Ərba yehtəcunə yevmel qiyamə." 4 nəfər olacaq ki, qiyamət günü, yəni höcətləşəcək. Kar olan bir kəs, heç nə eşitməyən, və racul haram, yaşlı, qoca, yəni heç nə anlamayan, axmaq olan, yəni ağlı başında olmayan, və racul mətə fil fitrə və fətra üzrə ölən, fətra dövrü ölən, yəni peyğəmbərlər olmadığı bir dövrdə ölən. Kar deyəcək ki, ey Rəbb, İslam gəldi, mən isə bundan heç nə eşitmədim. Axmaq deyəcək ki,
İslam gəldi və uşaqlar məni deyir, peyinlə deyir, daşqalaq edirdilər. Yaşlı deyəcək ki, ey Rəbb, İslam gəldi, mən bunu dərk etmədim. Və həmçinin fitrə əhli də deyəcək ki, mənə bu dəvət çatmayıb. Fəyəqulu Rəbb, mə ətəni Rasul, mənə deyir, Rəsul gəlməyib. Fəəxəzə biməvasiqihim, ki, mənə Rəsul göndərilməmişdi, fitrə əhli deyir də, mənə Rəsul göndərilməmişdi ki, mən də deyir, onun yəni öhdəliklərindən deyir, tutunum. Fəyursəl iləyhim rasulən və Allah Taala o zamandır onları rəsul göndərir və deyir ki, udxulun nara. Rəsul deyir ki, oda girin. Fəvallazi nəfsi biyedihi lo daxalu halakanat aleyhim bardan və salamə. Və nəfsim əlində olana and olsun ki, əgər ora girsəydilər, oda girsəydilər, onlar üçün deyir bu sərinlik və salamat olardı. Başqa rivayətdə keçirir. Fəmən daxalə kanat aleyhi bardan və salamə və ləm yədxulhə rudda iləyhə. Kim ora girəcəksə, onun üçün o sərinlik və salamat olacaq. Kim girməyəcəksə, onu ora mecburi qaytaracaqlar. Və bu cür, yəni, rəvayətlər çoxdur. Başqa rəvayətdə keçir ki, yuradu alallah təbərk və təalə əl-əsam, yəni Allahın qarşısına ərz olunur qiyamət günü kar, hansı ki heç bir şey eşitmir, axmaq və həmçinin yaşlı və fitrə üzərində ölən. Kar deyir ki, İslam gəldi, mən heç nə eşitmədim. Yəni, eyni bu hədis kimi və sonda deyilir ki, oda girin. Bu başqa rəvayətdən olan, yəni təkrarlanan, bir çox ləfsləri təkrarlanan eyni hədisdir. Və deyir ki, وفي صحيح فيما أعلم والآخرة ليست دار التكليف ولا عمل لكن الله يخص من يشاء بما يشاء. Sonra deyir ki, قال الحافظ عبد الحق في حديث الأسود. Hafiz Abdülhaq həmin bu əsvadın hədisinə yanaşması belədir ki, qad cəə həzəl hədis. Bu hədisdir gəlir və huva sahih və hədis də səhihdir. Yəni bildiyimə görə. Lakin deyir, axirət deyir, təklif diyarı deyil, nə də əməl diyarı deyil. Axirət nə mükəlləflik diyarıdır, yəni vəzifə diyarıdır. Yəni vəzifələnməmsən heç bir şeylə, əksinə yəni cavab verməlisən. Nədir ki, əməl diyarı deyil. وَلَكِنَّ اللّٰهِ يَخُصُّ مَنْ يَشَى بِمَا يَشَى. Lakin Allah deyir, istədiyini deyir, xüsusiləşdirir burada. İstədiyi ilə. وَيُكَلِّفُ مَنْ يَشَى مَا شَاءَ və istədiyinə də mükəlləflik verir. İstədiyi vaxtı. Lə yus'alə əmmə yəf'alu və hum yus'alun. O deyir, etdiyi barəsində sorulmaz, onlardır sorulanlar. Sonra deyir ki, qultu və səyyətil kələm alə vuqu təklif fi dəril əxirə. Lakin deyir, yəni axirət diyarında mükəlləfliyin baş tutacağı barəsində deyir, qabaqda deyir, gələcək mövzu. Yəni bu barədə danışacaq qabaqdakı hissədə. Hələ ki, yəni bu hədisləri sadalayır burada. O hədislərin bir çoxunu alimlər zəif deyir. Bəziləri zəif deyir, bəziləri səhih deyir. Ona görə bir neçə dənə yolla, rəvayətlərlə, yəni hədisləri təkrar olaraq və yaxud yəni başqa ləfzdə olaraq İbn Qayyim rahimehullah gətirir. O hədislərdən də biri deyir ki, yu'ta yawmil qiyamə bil mamsukhil aqlan. Qiyamət günü gətiriləcəkdir ağlı olmayan, fətrə üzərində həlak olan və uşaq olaraq ölən. Və ağlı olmayan deyəcək ki, ya Rəbb, ləv ətəytəni əqlən. Əgər mənə ağıl versəydin, məkənə mən ətəytəhu əqlən, kimlərə ki, sən deyir, ağıl vermirsən, mənə də elə bir ağıl versəydin, mən deyir, onlardan deyir, yaxşı bundan yararlanardım. Fitrət üzərində həlak olan da deyir ki, ey Rəbbim, sən tərəfindən mənə əhd gəlsəydi, necə ki, onlara, digərlərinə gəlib, mən deyir, onlardan yaxşı bu əhdi yerinə yetirərdim, yəni rəsulların tövsiyəsində, yəni. Fəyqul, sonra deyir ki, Fəyqul Rab subhanahu lən əmərtukum bi əmrin, həmçinin uşaq da belə ona yaxın cavab. Allah Taala isə buyurur ki, ləin əmərtukum bi əmrin fətuti'uni, elə isə deyir, sizə bir əmr etsəm, itaət edərsinizmi o əmrmə?
deyirlər ki, bəli, və izzətək, izzətinə and olsun, fəyəqulu izhəbu fədxulun nəra, elə isə gedin, girin o oda. Fələv dəxaluhə mədarratuhum. Əgər girsəydilər, onlara bir zərər verməzdi. Fəyəxrucu aleyhim qavabis yazunnuna ennəhə qad əhləkət mə xaləqallahu min şey. Və qarşılarından, yəni o alovun, yəni parçaları çıxır. Elə zənn edirlər ki, həmin dəhşətdən ki, o deyir, Allahın yaratdıqlarının hər bir şeyini yandıracaq, həlak edəcək. Fəyəmuruhum səniyə fəyərciyunə kəzəlik. Yəni, qayıdırlar. İkinci dəfə əmr edir, yenə də qayıdırlar. Və yəqulunə ya Rabbənə xaracnə və izzətəkə nuridu duxuləhə. Və deyirlər ki, ey Rəbbimiz, sənin izzətinə and olsun ki, çıxdıq, istədik, ora girək və qarşımıza, yəni alovun parçaları çıxdı. Elə zənn etdik ki, Allahın yaratdığının hər şeyi həlak edəcək. Fəyəmuruhum səniyə. İkinci dəfə yenə əmr edir. Yenə qayıdırlar. Və yəqulunu mislə qavlihim. Və eyni sözlərini təkrarlayırlar yenə də. O zaman Allah Taala deyir ki, fəyəqulullah qablə ən təxluqu tuxləqu alimtu mə əntum amilun. Sizi yaratmamışdan qabaq mən artıq bilirdim ki, siz nə edəcəksiniz. Və la ilmi xalaqtukum. Və elmim üzərində sizi yaratdım. Və la ilmi tasirun. Və elmim üzərində də siz əməl etdiniz. Fətəxuzamun nar. Və onları aparır. Fəhəzə və inkənə yenə burada yəni ravilərdən danışır ki, yəni hansı səhih, hansı zəifdir, yəni rəvayətlərin. Yəni mən bunları ötürürəm, rəvayət hissələrini ötürürəm. Ona görə işlərindən seçirəm. Və başqa rəvayətdə keçir ki, yu'tə yevmil qiyamə bi arbə. Qiyamət günü 4 nəfər gətiriləcək. Uşaq, mövlud yəni, ağlı kəsməyən, fətra üzərində ölən və yaşlı bir qoca. Kulhum yetəkəlləmun bi hüccətihi. Hər birisi öz hüccətini gətirəcək. Fəyəqul Rabb subhanahu cəhənnəmə ibrizi onların qarşısına çıx və yəqul ləhum inni kuntu əbəsu ilə ibadi rasulan min anfusihim inni rasulu nəfsi ileykum. Deyir ki, sizin içinizdən dünya ikəndə, yəni dünya həyatında deyir, rəsul göndərmişdim. İndi isə yəni özümün rəsuluyam, yəni özüm əmr edirəm. Yəni qala yəqul ləhum udxulu həzihi. Və əmr edir onlara ki, cəhənnəmə girin və yəqulu mən kutibə aleyhi şəqava. Və kimin ki üzərinə artıq bədbaxtçılıq yazılmışdı, o deyəcək ki, ənnə nədxuluhə və minhə kunnə nəfirru. Biz ora necə girə bilərik ki, axı biz ondan qaçırdıq hələ. Fəyəqulullah fəəntum li rusuli əşəddu təksibən. Siz deyir, mənim rəsullarıma daha şiddətlidir, mənim rəsullarımı daha şiddətli yalanlayardınız. Qalə və əmmə mən kutibə aleyhi səadə. Yəni deyir ki, əgər birbaşa sizə əmr edirəm, siz bundan bu cürünə asilik edirsinizsə, sizə rəsul göndərsəydim, sizin içinizdən rəsul göndərsəydim, onu nə cürünə təkzib edərdiniz, nə cürünə yalanlayardınız. Və digərsinə, kimlərə ki, yəni xoşbəxtlik yazılmışdı, əmr olunur, fəyəmdi fəyəqtəhimu fiyhə. Girir oda və gelir ortasına çatır, fəyədhulu həvlə iləl cənnə və bunlar deyir, cənnətə girir, digərlər isə cəhənnəmə. Və həzə və in ləm yə'təmid aleyhi bi mücərrədil məkən. Və əməl hədis, həmçinin hədislərdə keçir ki, əl-həlik fil-fitra vəl-mə'tuf vəl-məvlud yəqul həlik fil-fitra, yəni fitrə üzərində ölən, ağlı başında olmayan və uşaq. Biri deyir ki, mənə kitab gəlməmişdi, orası deyir ki, mənim ağlım yox idi, dərk edim. Xeyrlə şəri ayrım. Uşaqsa deyir ki, yəni ağla yetişməmişdim və onlar üçün ərz olunur cəhənnəm, od ərz olunur və əmr olunur ki, ora girsinlər. Və qalə fəyərudduhə mən kənə fi ilmilləhi səidən ləv ədraka əl-əmələ və yumsiku anhə mən kənə fi ilmilləhi şəkiyyən.
Və bayaq dediyimiz kimi, yəni kim ki girir ora, yəni Allah qatında, yəni xoşbəxt yazılan bir kəsdir və onu cənnətə salınır və kim ki, yəni oradan imtina edir, o hələ yəni Allah qatında bədbəxt yazılan kəslərdir. Yəni əməl etsəydi də, əmələ yetişsəydi də dünyada, yəni bu bədbəxtlərin əməlini edəcəkdi. Fəyəqulu iyyəyə asaytum fəkeyfə ləv rusuli ətətkum. Siz hələ deyir, mənə asi oldunuz, yəni birbaşa əmrimə asi oldunuz. Sizə rəsul göndərilsəydi necə olardı? Yəni bu kimi hədislər çoxdur. Sonra deyir ki, فهذا إن كان فيه وأما الوقف فقد تقدم نظيره من حديث أبي هريرة فهذا الحديث, yəni rəvayətlər barəsində danışır, bunları ötürürük və sonda deyir ki, فإن قيل قد أنكر ابن عبد البر هذه الأحاديث. Əgər deyilsə ki, İbn Abdülbər, yəni Maliki alimlərindəndir, böyük alimlərdəndir, sələf alimlərindəndir. Deyir ki, baxmayaraq deyir, İbn Abdülbər bu hədislərin hamısını zəif sayır, inkar edir. Və qalə əhlül ilm yunkirun əhədis həzəl bəb və bir çox elm əhli həmçinin bu babda olan bu cür hədislərin inkarındadır, zəif saymağındadır. Lənnəl əxirə leysə dəra əməlin, çünki deyirlər ki, dəlillərindən biri odur ki, axirət diyarı əməl diyarı deyil, nə də ki, imtihan diyarı deyil. Və keyfə yükəllifunu duxulənlər, necə ola bilər, onlar yəni mükəlləflik olunsun onlar üçün cəhənnəmə girməyə, oda girməyə. Və leysə zəlikə fi vus'il məxluqin, halbuki deyir, bu məxluqatın deyir, gücündə olan bir şey deyil. Vallahu la yukallifu nefsen illa vus'aha, halbuki deyir, Allah Taala deyir, bir nəfsə yalnız onun gücü yetdiyi bir şeyi mükəlləf edir və bunun deyir, cavabı bir neçə yollandır. Bu da inşallah qalsın gələn dəfəyə. Subhanakallahumma hamdika əşhədu an la ilaha illə ente estəğfiruka və etûbü ileyk.